Şənbə söhbətləri. Ədəbiyyat almanaxı. Şənbə gününün bu sakit və təmiz ovqatında sizi yenidən Şənbə söhbətlərində salamlayıram. Bugünkü bölümümüzdə ədəbiyyatdan danışacağıq. Amma bir qədər fərqli baxışla. Mən ədəbiyyatı bu dəfə sırf onun adındakı dərin məna ilə, ədəb anlayışı ilə tanıtmaq istəyirəm. Ədəbiyyat. Bu sözün kökündə dayanan ədəb anlayışı bəlkə də bizə təqdim olunan ən saf, ən pak dəyərlərdəndir. Ədəbiyyat insana məsumluğu, təmizliyi, daxili rəvanlığı öyrədir. Bunu bilənlər var, dərk edənlər də. Amma bu yolda yalnız bunun üçün mübarizə aparanlar da az deyil. Mübarizə dedikdə burada silahlı və ya sərt bir qarşıdurmanı nəzərdə tutmuruq. Bizim mübarizəmiz bir yazıcı olaraq hiss etdiklərimizi, içimizdən gələn duyğuları sözə çevirməkdir. Həmin sözlər vasitəsilə insanlara, oxuculara xeyirli, düşündürücü, bəzən də şükür etməyi vadar edən mesajlar ötürürük. Bugün sizi elə o cür qələm sahiblərindən biri ilə tanış edəcəyik. Onu bəziləri şair, bəziləri nasir, bəziləri psixoloq kimi tanıyır. Amma hər iki rolda da insan ruhuna toxunmağı bacaran bir insandır. İlqar Kamil. Yazı masası. Yazı masası rubrikamızın bu dəfəki qonağı gənclər arasında kifayət qədər tanınan və sevilən yazıcı psixoloq, Qapı Psixologiya Mərkəzinin rəhbəri İlqar Kamil olacaq. Xoş gəlmisiniz İlqar müəllim. Təşəkkürlər, çox sağ olun, xoş gəldiniz. Bizim yazı masası rubrikamızın çox ənənəvi bir sualı var və o sualla başlamaq istəyirəm hər dəfə olduğu kimi. Hal-hazırda yazı masanızda nə var və nə üzərində çalışırsınız? Təşəkkürlər, minnətdaram dəvət üçün Asiyə xanım. Hal-hazırda bir roman tamamlanmaq üzrədir. Mən Rusiyada yaşayırdım. Bir şəhid ailəsi müraciət elədi ki, mənim Polad Nizəbərkidi mərhum general Həşimovla bağlı yazdığım kitabı oxumuşdular və düşünürdülər ki, onların şəhid övladları barəsində də mən yaza bilərəm. Dedim ki, mən vətəndən kənarda yaşayıram. Əslində də elə çətindir də, yəni kənarda yaşaya-yaşaya bir real şəxsiyyət haqqında yazmaq. Belə sağollaşdıq. Sonra biz vətənə köçəndən sonra mənə yazdılar ki, xoş gəlmisiniz. Vətəndəsiz artıq. Mən gördüm ki, qəti qərarım idi ki, cavabım yox idi. Amma mən gördüm ki, bunlar şəhid ailəsidir və telefonla bu yoxu demək doğru olmaz. Mən onları təsadüfən Ramazan ayı idi. İftar süfrəsinə dəvət elədim. Dedim, iftar süfrəsində görüşək. Biz görüşdük və maraqlı bir təəssürat yarandı. Gördüm, çox mədəni insanlardılar. Danışdıqca mən gördüm ki, içimdən hə demək gəlir. Yəni şəhid özü baş leytenant olub, tağım komandiri olub və dəyərli bir şəxsiyyət olub, həm də gənc olmasına baxmayaraq, özü də ruhən mənə yaxın olub, çünki şair olub. Belə bir maraqlı bir şey oldu və kərpic yerinə oturdu. Mən illər əvvəl Hötenin məşhur Gənc Verterin İstirabları ki var, onu oxuyanda, həm də bir psixoloq kimi mənə maraqlı idi o əsər, çünki orada çox dərin melanxolik istirablardan söhbət gedirdi. Verterin hətta psixologiyada Verter effekti deyilən bir effekt yarandı. Çünki Avropalılar bu əsəri oxuyanda intihar edirdilər. Düşündüm ki, gələcəkdə bir roman yazım, adını qoyum Gənc Muradın İstirabları. Niyə Murad? Murad mənim bacım oğludur. Gənc deyəndə ağlıma o gəlir də. Sonra mən bunu yazmadım. Niyə yazmadım? Çünki Verteri İstirabları intihara götürmüşdü. Sən alternativ bir əsər yazırsansa, bəs Muradı İstirabları hara götürsün? Bu sual açıq qalırdı. Mən bu ailə ilə söhbət edəndə soruşdum ki, şəhidin adı nədir? Dedilər ki, Murad Nağıyev və elə bir ki, kərpic yerinə oturdu da, Muradı İstirabları şəhadətə götürür, şəhidliyə götürür. Qeyd edim ki, o şablon müharibə romanı deyil. Yəni, şəhidin bir əskərin, bir döyüşçünün istirablarından daha çox danışır, daxili aləmindən danışır. Bəli. Mənə elə gəlir ki, sizin uzun müddət vətəndən uzaqda olmağınız bu yaradıcılıq baxımından daha çox sizə təsir etdi. Çünki mən bilirəm ki, siz dəfələrlə Azərbaycana gəlirdiniz, burada kitab təqdimatları keçirilirdi və yetərincə oxucu kütləniz var. Sizi sevən gənclər adətən çoxdur və mən bu sevgini özüm də şahidi olmuşam bu kitab təqdimatlarında. Siz necə düşünürsünüz? Vətənə dönüşlə yaradıcılıqda hansısa bir dəyişiklik oldumu? İnsan hər yerdə insandır. Qürbətin öz mənfiləri, müsbətləri var. Vətəndən kənarda olmaq düşünürəm ki, vətəni bir bütün kimi görməyimə kömək olurdu. Yəni kənardan baxmaq. Bəzən proseslərin içində olanda
sən onu olduğu kimi görə bilmirsən, onu kənardan daha yaxşı görsənir. Amma mən təqribən 15 il vətəndən kənarda yaşamışam da üst-üstə. Həmişə əli çamadanlı yaşamışam. Belə bir yazım da var idi, əli çamadanlılar. Bir çox qürbətdə yaşayan Azərbaycanlılar kimi Azərbaycanlılar xüsusilə vətənə bağlı olurlar da, yəni əli çamadanlı yaşayırlar. Orada yurd sala bilmirlər köçdüyü yerlərdə. Bir hər an gözləri dönmək vətəndə olur. istəyirsiniz də yəni. Vətənə köçmək təbii ki, proseslərin içində olmaq, o ehtiyacı hiss etdim. Əslində təbii olaraq bəzi dostlar indi belə bir tendensiya var da, hamı gedir, bu vaxt sən vətənə qayıdırsan, hansı səbəblə orada heç bir problem yoxdur. Mərkəzimiz var idi, işlərimiz qaydasındaydı, amma sırf vətəni yaxından görmək ehtiyacı, oxucularımla iç-içə olmaq ehtiyacı, bu həmişə məni incidirdi də, yəni uzaqda qalırdım. Bəzən bir xeyli təqdimatlarımız mənim iştirakım olmadan olub, yəni oxucuların təşəbbüsü ilə. Bəli. Ona Müzakirələr olub siz. Müzakirələr. Onlayn qatılırdınız, mənim yadımdadır. Amma mən bilirəm ki, sizin də orada da yetərincə oxucularınız vardı, çünki kitablarınız tərcümə olunub. Əlbəttə vətənə dönmək çox gözəldir, amma hər iki halda bir ayrılıq yaşanır. Bəli. Bacardıqca mümkün qədər o dostları da yad etməyə çalışıram. Bir neçə dəfə getmişəm, hətta israrla dəvətlərdən sonra çatdırmaq olmur, amma getmişəm və o ünsiyyət, nə yaxşı ki, indi texnologiyasında yaşayırıq da rahat ünsiyyət qurmaq olur. İstənilən halda mənim birinci romanım adı da Ayrılıq mütləqdir. İndi danışdıqca məndə belə bir fikir oyandı ki, İlqar Kəmil çox sevilən bir yazıçıdır və bu doğrudan da hər insana nəsib olmayan bir naxışdır. Çünki ədəbiyyatda illərlə yazıb yaradanlar var, amma bu onlara qismət olmur. Baxmayaraq ki, qələmləri də pis olmur. Bu sizi yormurmu? Sevgi gözəldir. Düşünürəm, mən özüm də sevən tərəfəm deyə mən düşünmürəm ki, məni sevənlərdən mən onları az sevirəm. Özüm də sevən tərəf olduğum üçün bəzən bəzi hallarda bəzi sevgilər yorucu olsa belə onu başa düşürəm. Və mənim də çox sevdiyim sizin kitablarınızdan var. Məsələn, Polad necə bərkidir, bayaq adını çəkdiniz. Anam üçün səmavi mesajlar, ayrılıq, göylə yer arasında, Tanrı tənhalığı, bir şəhidin izi ilə. Bu kitabların nəyə görə adını çəkirəm? Sizin kitablarınız çoxdur, amma mən bu kitabları dəfələrlə oxumuşam. Ən çox mənim sizinlə nəsr baxımından tanışlığım Səmavi Mesajlar kitabı ilə oldu. Mən ona aid yazı da yazmışdım və mənə çox qəribə təsir etmişdi. Mən təkrarən o kitabı oxudum və başa düşdüm ki, hər bir insanın ehtiyacı olan bir mesajlar verilir orada. Hər insanın, yəni səmimi olaraq düşündüklərinə cavab tapmaq olar o kitablarda. Mənə elə gəlir ki, oxuculara sizi sevdirən də elə budur. Siz onlarla söhbət edirsiniz, siz onların daxili aləmlərini bilirsiniz. Bütün kitablar zəifi ilə, güclüsü ilə müəllifin əsərləridir. Bəzən olur imtinalar, hansı yazıçılar tarix boyu olub da öz yazılarından imtina eləyirlər. Mən bunu doğru hesab etmirəm. Mən bunu nəyə bənzədirəm? Bir valideynin müxtəlif balalarına, övladlarına bənzədirsən. İçində zəif olan da olur, fiziki məhdudiyyətlisi olan və s. və s. Amma onların əksinə bəzən valideyn sevgisini daha çox zəif olanlara yönəldir. Amma təbii ki, deyirlər ki, valideynlər bütün balalarını eyni səviyyədə sevir, amma bu doğru deyil əslində. Yəni dərində, içdə bir yerdə olur ki, hansısa sevgi daha üstünlük təşkil edir. Mən düşünürəm ki, bu kitabların arasında mənə ən yaxın olan Anam üçün romanıdır. Anam üçün romanında çox mətləblər var. Yəni mən daha çox varam orada. Müəyyən mənada, məsələn, roman bir girişlə başlayır, Anam üçündən. O giriş faktiki olaraq mənim anamla yaşadığımdır. Və orada ibrətli münasibətlər var. Ana-övlad münasibətləri var. Ortaya çıxır ki, ümumiyyətlə ana nə qədər müqəddəsdir. Məsələn, övlad necə yanaşmalıdır anaya əslində. Çox yəni ibrətli kitablardır. Mən söhbətimizin əvvəlində də dedim ki, ədəbiyyatda ədəbi yaşadanlar baş tacımız olmalıdır. Çünki doğrudan da biz əsərlər oxuyuruq və bu əsərləri çox könül xoşluğu ilə övladlarımıza ötürə bilərik, məktəblərdə oxuna bilər. Səmavi mesajlarda mən bunu bütünlüklə hiss edirdim. Sanki Quran ayələrinin müasir formatında olan mesajları idi insanlara. Mənə çox maraqlıdır. Çünki cəmiyyət adətən çətinlikləri və yaxud da Quranı oxuyub dərk edə bilmir. Amma özünün həmyaşıdı olan və yaxud biraz özündən yaşca böyük olan bir nasirin belə bir kitab yazmağı və onu insanlara ötürməyi o daha inandırıcıdır. Mənə elə gəlir ki, 3%, 5% olsa insanları pis yoldan çəkindirmək, pis düşüncədən çəkindirməyə nail olmusunuz. Və bu sizə nə kimi hisslər
yaşadır. Təşəkkür edirəm Asiyə xanım gözəl təqdimat üçün. Səmavi mesajlar həqiqətən də çox qəribə formada böyük bir sevgi qazandı, böyük bir tirajla da çap olmuşdu. İndinin özündə də axtarılır, indinin özündə də maraqlıdır ki, məsələn, bir neçə müəllif, həmçinin sizdə də bunu gördüm. Məhz o kitaba daha çox istinad edirlər, yəni onun üstündə təkid edirlər. Səmavi mesajlar bu mənada maraqlıdır, vacibdir ki, mənə elə gəlir ki, insanlar Allahın mesajlarını səhv başa düşüblər və yaxud ümumiyyətlə başa düşməyə çalışmırlar, yəni uzaqdılar müxtəlif səbəblərdən. Bunlar özü o qədər geniş mövzulardır. Bu ehtiyacı duydum ki, ən sadə dildə müəyyən mesajları çatdıraq ki, Ruminin qəşəng bir bəhsi var Məsnəvidə. Deyir ki, bir bəzzaz düşünün. Bəzzaz nədir? Dərzi, parça satan. Deyir, düşünün ki, bir böyük parça mağazanız var, müxtəlif yerlərdən gözəl-gözəl parçalar gətirmisiniz. Bəzən olaraq adam işin naşiqi olur da, deyir ki, belə bir parça satansınız və əyləşmisiniz dükanda, müştərilər girir içəri, sizin dükanınızda, amma eyni zamanda haşiyə şeylər də var. Məsəl üçün, qayçı var, parçaları kəsmək üçün, metrə var, ölçmək üçün. İçəri girən, deyir, müştərilər hamısı onlarla maraqlanır. Bu qayçını satarsınız mənə, bu metrəni mənə satarsınız. Siz də dəli olursunuz ki, burada gözəl-gözəl parçalar var, mənim malım budur, mənim cinsim budur, mən bunları satmaq istəyirəm, bununla maraqlanan yoxdur. Bunu danışandan sonra səmavi mesajlara işarətən deyir ki, əslində də səmavi təlimlərin əsas ciddi cins olaraq bizə vermək istədiyi mesajlar var. Biz elə şeylərdən yapışmışıq ki, bu belə demək olarsa yaradanın özünü də narahat edir də, mən hansı mesajlar vermək istəyirəm, bunlar ondan hansı şeyləri soruşurlar. Doğrudan da çox maraqlı yanaşmadır. Əslində hər yazıçı bir mesaj ötürməyə gəlir də, bəlkə də ola bilər ki, onun bütün yaradıcılığı bir cümlədən ibarət. Məsələn, mən sizin yaradıcılığınızı bütün araşdırandan sonra belə bir nəticəyə gəlirəm ki, siz insanlığa xeyirxah ol, insan ol, böyüklərə hörmət et, belə bir mesajlar verməyə elə bir sanki gəlmisiniz ədəbiyyata. Və siz Qapı Psixologiya Mərkəzinin rəhbərisiniz. Mən bilirəm, bir neçə görüşdə də mən orada iştirak etmişəm. Bəs ədəbiyyat adamları ilə görüşlər olacaqmı və mərkəzdə əsərlərin müzakirəsi, şair və nasirlərlə görüş və yaxud elə doğrudan da hansı ədəbi əsərlər ki, onlar psixoloji məqamdan yanaşırlar, insan düşüncəsinə, insan həyatına. Bax, onların müzakirəsi olacaq və ya olubmu, mənim xəbərim yəqin ki, bundan yoxdur. Bu barədə danışın. Bəli, bu Qapı Psixologiya Mərkəzi adı Psixologiya Mərkəzi olsa da, amma çox şaxəlidir, çox funksionaldır. Yəni məqsədimiz, niyyətimiz odur. Müxtəlif növ tədbirlər orada indiyə qədər təşkil olunub. Məsələn, bizim çox dəyərli bir dostumuz var. Səmavi mesajlardan söz düşmüşkən, siz düşünün, çox dəyərli filosofdur, çox mükəmməl ərəb dilini biləndir və s. və s. Bu insan bir Azərbaycanlı, bir yerlimiz Qurani-Kərimi Azərbaycan dilinə tərcümə edir. Mənim ilahiyyat təhsilimdə elmi işim Qurani-Kərimin Azərbaycan dilinə tərcümələrinin təqdimi və tənqidi olub deyə bu mövzu mənə çox yaxındır. Kifayət qədər yaxşı, həqiqətən də 22-23 növ tərcümə tapmışdım mən bu elmi işimdə. Bizə elə gəlir 200 tərcümə var, amma bir xeyli tərcümə var imiş qədimdən indiyə qədər. Elə tapıntılar var idi Emin İmanlı adında dostumuz. Mən təklif elədim məsələn ki, biz Qapı Psixologiya Mərkəzində Qurani-Kərimdə semantik tapıntılar adında bir orada qəşəng görüşümüz oldu, müzakirə oldu. Bu kimi əlbəttə ki, mövzular, dərin mövzular, bizə çox yaxşı kitablar yazılır, çox dəyərli kitablar yazılır. Yazıcı dostumuz Pəri Seyidlinin bir kitabı oxudum, Məktublar kitabının adı, deməli, Həbsxanadan məktublar kimi belə bir çox bəyəndim. Dəvət eləmişdi Pərviz bəy, gəldi, iştirak elədi. Yəni belə şeylər olmalıdır, gözəldir, əladır, çox vacib. İlqar müəllim, siz İlahiyyat Universitetini bitirmisiniz və psixologiya ilə bağlı universiteti bitirmisiniz ikinci təhsil olaraq. Mənə elə gəlir ki, insan yazıcı olmaq üçün ona şərt deyil ki, hansısa bir ədəbi qurumda çalışsın və yaxud ədəbiyyat yönümlü bir fakültəni bitirsin. Mənə elə gəlir ki, mən bunu şəxsən özüm düşünürəm. Bir yazıcı kimi düşünmüşəm, bunu kəşf etmişəm. İnsan Allahı tanıyanda, haqqı biləndə və insan duyğularını biləndə tamamilə bu Allahın şövqündə insan duyğularını tamamilə öyrəndikdə ki, o psixologiya elmində bu öyrənilir. İnsan gözəl nasir, gözəl şair ola bilər və insan qəlbinə yol tapa bilər. Çünki doğrudan da yaradıcılıq, yazıçılıq insan qəlbinə yol tapmaqdır. Bu sizdə çox gözəl alınır. Mən sizə bundan sonra da yaradıcılıqda çox böyük uğurlar, nailiyyətlər arzulayıram və bütün məqsədlərə çatmaq hansı məqamda insanlardan bu xaotik dövrdə
bu xaos dövründə belə deyək, insanlar haqqı itirmə məqamında olan insan çoxdur. Biz bunu ətrafda hiss eləyirik. Məsələn, mən insanlarla söhbət edəndə fikirləşirəm ki, yazıq, haqqı itirib. Yəni yazıq qalıb əlacsız. Buna kömək lazımdır. Və reanimasiya halında çox insanlar var. Onlar böyük təbəqələr tutublar. Onlar hər yerdə bizim qarşımıza çıxırlar. Onlar yaşlı nəslində içində var. Və biz gənclərə, şagirdlərə, tələbələrə müəyyən dərəcədə mesajlar ötürməklə bunun qarşısını almağa çalışırıq. Amma bu bəzən mümkün olmur. Bəzən elə yaşlı insanın artıq bu qənaətlə yaşlanmasını görürük və içimizdə bir təəssüf oyanır. Biz ona heç bir kömək edə bilmirik. Sadəcə sevgimizi və hörmətimizi göstərməklə onu qurtarmaq istəyirik və heç bir kömək edə bilmirik. Və sizin bu missiyanız çox təqdirə layiqdir. Mən sizin timsalınızda bir neçə yazıçı var ki, mən onlara çox böyük dəyər verirəm və siz də onlardan birisiniz. Çünki insanlığa qulluq edən bir ədəbi əsərlər, nümunələr yaradılır. Təkcə insanın öz eqasını bəsləyən yox, mən yazıçıyam deyib qışqıran yox, heç bir vəzifə, heç bir təbəqəni güdmədən, sadəcə mən insanlara bu gözəl mətni ötürürəm, bu gözəl mətni Allahın şövqündə ötürürəm. Fikrimdə, daxilimdə, düşüncəmdə bu cür formalaşmısınız və siz özünüz bax bu məqamda nə demək istəyirsiniz? Ayşə xanım, təşəkkür edirəm. Vallahi o qədər lütf eləyirsiniz. Amma sözlərinizə qatılıram. Belə olanda insan hətta bir məqam var. O məqam çox mübarək bir məqamdır. İnsan görəndə ki, bu işi, mənim görmək istədiyim işi bir başqası da görür, ona da minnətdar olur. Bəli. Çox maraqlıdır ki, sən o məqamda ki, deyirsən, yox, bu işi illa mən görməliyəm, ortada bir mən olur. Və mən vətənə məhz buna görə gəldim. Yəni, ehtiyac var həqiqətən də əlindən tutmağa, insanlara kömək eləməyə, səmimi qəlbdən kömək eləməyə ehtiyac var. Çox sağ olun, İlqar müəllim, studiyamızda qonaq olduğunuz üçün və bu dəyərli söhbət üçün sizə təşəkkür edirəm. Mən təşəkkür edirəm, çox sağ olun, var olun. Ey vətən, sən mənim yaşam boyu canımda cansan. Ey vətən, sən mənim sevgi dolu könül dünyamsan. Adını çəkəndə sızlayar qəlbin teləri, bəxtinə yazılsın yaşamaq gözəl illəri. Gəlsəkdə hər yanı eşqinlə döyünür ürək. Soralım gəzir cahanı, zəfərin olsun mübarək. Bu zəfər qazanıldı igidlərin canıyla. Şanlı tarix yazıldı şəhidlərin qanıyla. Üç rəngli bayrağı zirvədə şərəfimdir. Sənin bir ovuc torpağı müqəddəs ad yerimdir. Üç rəngli bayrağı zirvədə şərəfimdir. Sənin bir ovuc torpağı müqəddəs and yerimdir. Bir şənbə söhbətimizin də sonuna gəldik. Yazı Masası rubrikasında İlqar Kamil yaradıcılığın özünə məxsusluğu ilə tanış olduq. Bir yazıçının dünyasının bu qədər pak və gözəl olduğunu bir daha özümüz üçün kəşf etdik. Çünki dünyanın xeyir və şər, ağ və qara, olur və olmaz duyğularına bölsək, ədəbiyyat ağ işıqlı, xeyir saçan bir olardı. Onun qədrini bilmək, ona tutunmaq, ona sığınmaq gərəkdir. Ədəbiyyatla qalın əziz dinləyicilərim. Verilişi sizin üçün hazırladılar. Mən Aysel Fikrət, rejissor Anar Məmmədov, səs operatoru Reyhanə Mirzəyeva. Adını çəkəndə sızlayar qəlbin teləri, bəxtinə yazılsın yaşamaq gözəl illəri. Gəlsəkdə hər yanı eşqinlə döyünür ürək. Soralım gəzir cahanı, zəfərin olsun
gəzir cahanı. Zəfərin olsun mübarək.